Yaxşı. Şahidlər. Mövzumuz Böyük Britaniya 19-20-ci yüzilliklər əvvəllərində, yüzilin əvvəlində. Daha əvvəl biz İngiltərənin tarixini öyrəndik və orada demək Stuartlar sülaləsi, onların hakimiyyət dövründə baş verən məsələlər, uzun müddətli parlament, Oliver Cromwell, vətəndaş müharibəsi yadınıza salıram bunlar ki, və bunları dedik. Respublikan dövrünün yaranması, Stuartlar sonra Lord Protektorluğunun yaranması, Stuartlar sülaləsinin restavrasiyası və hüquqlar haqqında bil. Bunları dedik. Daha sonra aqrar və sənaye çevrilişləri, İngiltərə, Böyük Britaniya adlanması. Bu əvvəlki mövzumuzda olan hadisələr idi. Qısa olaraq fraqment keçdim sizə. İndi isə 19-cu əsrdə və 20-ci yüzilin əvvəllərində görək İngiltərədə vəziyyət nədir? Birinci Dünya müharibəsinin olmasını gərəkdirən səbəblər nə oldu? Ona gedən proseslər necə baş verdi? Hal-hazırda onları deyəcəyik sizə bu mövzumuzda. 19-cu əsrdədir ki, İngiltərə parlamentli monarxiya olaraq qalmaqdaydı. Və biz bunu əvvəl demişdik. Harda? 1689-cu il hüquqlar haqqında bilərsiniz, demişdik ki, İngiltərə parlamentli monarxiya quruluşu təsbit olundu. Və iki partiya əsas, mühafizəkar liberallar partiyası. Bunlar hansı qalib gəlirsə seçkilərdə, onlar hökuməti təşkil edir, yəni Nazirlər Kabinetini təşkil edirlər və idarə edirlər. Bildiyimiz kimi, kral hakimiyyətinin də çox da böyük bir funksiyası yoxdur orada. Əsas baş nazir və onun rəhbərlik etdiyi hökumət kabinetidir, dövləti idarə edənlər. Sənaye çevrilişinin başa çatması və digər məsələlər İngiltərənin mövqeyini gücləndirirdi. Sənaye çevrilişinin başa çatmasını deyəcək aşağıdan. Hansı məsələlərdirsə. Görək nələr var. Deyirik ki, şahidlər, İngiltərə parlament islahatlarının keçirilməsi. Nədir bunlar? Bəzi məsələlər, məsələn, deyir ki, sənaye burjuaziyası deyirik. Bunlar kimlərdir? Böyük zavod fabrik sahibləri. Bunlar dövlətdə hələ də idarə etmədə çox da iştirak etmirlər. Buna görə də bu müəyyən qrup adamlar ölkədə parlament islahatlarının keçirilməsini tələb edir. Yəni müəyyən tədbirlərin görülməsini tələb edirlər. Çünki onlara dövlət idarəsində yer verilməmişdir. Dövlət həmin şəxsləri narazı salmamaq üçün 1832-ci ildə parlament islahatı keçirdi. Yəni sənaye burjuaziyası, iri sənaye müəssisələrinin sahiblərindən söhbət gedir. Onların hakimiyyətdə təmsil olunmağa başlaması. Nə vaxtda? 1832-ci ildə. Çünki bu adamlar dediyim kimi vətəndaş müharibəsinin gedişatında parlamentdə təmsil olunan burjuaziya və yeni zadəganlar var, xatırlayırsınızsa. İri burjuaziya var. Onlar dövlət idarəsində hələ buraxılmamışdı, yəni tam səlahiyyətlər yox idi onların. Bu səbəbdən də bu adamlar nə etdilər? Tələb edirlər ki, bizim də haqqımız verin. Biz dövlət idarəsində iştirak etmək istəyirik. Və o təbəqəni narazı salmamaq üçün 32-ci ildə islahat keçirdilər. Həmin iri burjuaziya nümayəndələrinə parlamentdə təmsil olunmaq imkanı verdilər. 1867-ci ildə isə keçirilən ikinci islahatda burjuaziya təbəqəsinin xırda hissələri, yəni aşağı təbəqəsi və fəhlələrin yuxarı təbəqəsi. Fəhlələr bilirsiniz ki, kapitalizm quruluşu zavod fabrik sahibi olan burjuaziya, iki onun müəssisələrində çalışan fəhlələr, yaxud da muzlu işçi olaraq adlanırdı. Bu iki təbəqə nə edirdi? İştirak edirdi. Və onlara da ikinci parlament islahatında nə etdilər? Seçki hüququ verdilər. Bunları sadəcə sizdən nə il olaraq soruşur, illərini soruşur və bir də nəticələrini. Toplu suallarını işləyəni görəcəksiniz, testləri işləyəndə orada qarşınıza çıxacaq. 19-cu əsrin birinci yarısında İngiltərədə iqtisadi vəziyyət. Ümumi iqtisadi inkişafına görə dünyada ən qabaqcıl ölkələrdən biridir. Nəticədə nə baş verir? Deyir ki, maşınlı istehsalın tətbiqinin genişlənməsi. Maşınlı istehsal nə deməkdir? Zavod fabriklərdə işlər əllə yox, maşınlarla həyata keçirilir. Bu, sənaye çevrilişinin başa çatması deməkdir. Sənaye çevrilişinin nə olduğunu biz əvvəlki dərsimizdə demişdik. Sənaye çevrilişi əl əməyindən maşınlı istehsala keçid. Bu sənaye çevrilişi idi. Əl əməyi nə idi? Manufaktura idi. Manufakturadan keçdik nəyə? Artıq zavodlara keçdik. Zavodlarda isə yavaş-yavaş əl əməyini alətlər, maşınlar əvəz etməyə başlamışdı. Bu məsələ başlamış, sənaye çevrilişi 18-də başlamışdı. 19-cu əsrdə isə nə elədi? Başa çatdı. Nəticədə şahidlər xırda və orta müəssisələrin rəqabətə davam gətirməməsi. Nə deməkdir bu?
Yəni böyük zavodlar var. Məsəl üçün böyük zavodlarda hər hansı bir alət istehsal olunur. Onun yanında xırda zavodlar var. Xırda zavod da eyni məhsulu istehsal edir. İndi hansının məhsulları daha keyfiyyətli olar və daha çox satılır? Təbii ki, böyük zavodlar. Ona görə də nə olurdu? Xırda və orta müəssisələr rəqabətə davam gətirə bilmirdi və onlar daha böyük müəssisələrin ətrafında nə edirdilər? Birləşirdilər. Buna deyirlər təmərküzləşmə. Yəni bir mərkəz ətrafında birləşməsi. İri müəssisələr şəklində birləşməsi. Xırda və orta müəssisələr yavaş-yavaş öz üstünlüklərini, hüquqlarını itirirdilər və iri müəssisə ətrafında birləşirdilər. Həmin zavod ətrafında birləşirdilər. Buna deyirlər təmərküzləşmə. Sənaye istehsalının həcminə görə İngiltərə dünyada yenə də öndə gedir. Onu dünya emalatxanası adlandırırdılar. Bunun əsas səbəbi nədir uşaqlar? Bunu yenə də mütləq formada qeyd eləyəcək. İngiltərə dünyanın ən böyük müstəmləkəsinə sahib olan ölkədir və onun da əsas xam malı və o həmin məhsulları, yəni sərvəti hardan gəlir? Müstəmləkələri istismar etməkdən gəlir. Yəni müstəmləkələrini soyub talayır, amma özü inkişaf edir. Müstəmləkələrdən çoxlu xam mal gətirilirdi və eyni zamanda bu xam mal hazır məhsula çevrildikdən sonra həmin müstəmləkələrə satışa göndərilirdi. Yəni buna nə deyirlər? Müstəmləkə iqtisadiyyatı. İşğal edilən ərazilərdən xam malı alır və hazır məhsulu orada satır. Bu müstəmləkə iqtisadiyyatı adlanır. İlk dəmir yolu İngiltərədə 1825-ci ildə dünyada ilk dəmir yolu İngiltərədə çəkilmişdi. Buradan başqa bizə deyəcəyimiz baxaq nələrimiz var. 19-cu ikinci yarısında İngiltərə və yaxud da Böyük Britaniya neçənci ildə adlanmağa başlamışdı? 1707-dən Böyük Britaniya adlanırdı. Bunu da xatırladıq sizə. Güclü ticarət donanması var idi. Buna görə də ağalıq edə bilirdi. Yəni rahat bir şəkildə öz üstünlüyünü qoruyub saxlaya bilirdi. Xaricə kapital qoyuluşunda rəqibi yox idi. Nə deməkdir bu? Öz pulunu xarici ölkələrə göndərir. Bəs bunu necə eləyirdi? Çünki İngiltərə bilirsiniz, yenə də ən böyük müstəmləkəyə sahibdir və öz pulunu xarici dövlətlər, həmin ölkələrə göndərirdi. Onun pulu ilə ticarət olunurdu. Buna deyirlər kapital ixracı deyirlər. Və dünyada ən güclü dövlət olduğuna görə də bəli, bunun sözü daha çox keçərli idi. Bu zaman İngiltərə müstəmləkələrdən gələn gəlirə əsaslanırdı bütün iqtisadiyyatı demək olar ki. Nəticədə isə ölkənin kənd təsərrüfatı yaxşı vəziyyətdə deyildi. Əlavə olaraq da indi bu qitə blokadası haqqında burada deyək, qısa olaraq deyəcəyik. Fransa mövzusunda geniş izah edəcəm. 1806-cı ildə Fransa qitə blokadası tətbiq eləmişdi. Həmin blokada məqsəd bu idi ki, İngiltərəni iqtisadi cəhətdən zəiflətsin. Fransa mövzusunda geniş izahını verəcəyik. Amma nəticədə Fransa özü məğlub oldu. Yəni İngiltərə çox da təsir eləmirdi. Niyə görə? Çünki İngiltərə müstəmləkələrdən gələn gəlir hesabına öz üstünlüyünü yenə də qoruyub saxlaya bilirdi. Digər tərəfdən Almaniyanın birləşdirilməsindən sonra 1871-ci ildə Almaniya dünya iqtisadiyyatında başladı rəqabətə girişdi. Və nəticədə Alman məhsulları bazarlara satılmağa başlamışdı ki, bu da İngiltərə ilə rəqabətə səbəb olmuşdu. Buna görə də İngiltərə Alman məhsullarından özünü qoruyub saxlamağa çalışdı ki, Alman məhsulları bunun satış bazarına daxil olmasın. Yəni İngiltərə öz üstünlüyünü burada qorumağa çalışırdı. Nəticədə qərar verdi ki, ölkəyə Almaniyadan gələn məhsulların idxalına məhdudiyyətlər qoyulsun. Bu formada həm Almaniyanı biraz rəqabətdən çıxartmağa çalışırdı, həm də öz məhsullarının üstünlüyünü qorumağa çalışırdı. Bu daha sonralar İngiltərə ilə Almaniya arasındakı rəqabəti biraz daha nəyəcək? Artırmış olacaq. Burada qeyd edilmiş kimi Almaniyadan məhsul idxalı nə olurdu? Məhdudlaşdırılırdı. 20-ci əsrin əvvəllərində Böyük Britaniya toplumun suallarından birini verirəm sizə. Yenə də ən güclü dövlət idi. Paytaxtı London dünyanın ticarət və maliyyə mərkəzinə çevrilmişdi. Topluda bunun sualı var, işləyəni görəcəksiniz. İngilis pulu, valyutası əsas pul vahidi idi 20-ci əsrin əvvəllərində. Yenə də kapital ixracına görə dünyada birinci yerdə idi, çünki müstəmləkələrinə görə.
Sənayede yeni sahələr inkişaf edirdi. Kapital ixracına görə, burada qeyd edirəm, birinci yerdə, ticarət dövriyyəsinə görə birinci yerdə idi. Amma sənayenin ümumi inkişafına görə, istehsalına görə ABŞ-dan və Almaniyadan geri qalırdı. Nəyə görə Almaniyadan geri qalırdı? Bunu Almaniya mövzusunda açıqlayacağıq. Almaniya birləşməsi, vahid dövlət çevrilməsi və müstəmləkə uğrunda mübarizəyə başlaması Almaniya. Bunun nəticəsində rəqabət genişlənir və İngiltərə ilə Fransa arasında tarixi düşmənçilik orada nə olacaq? Biraz sonra gəlirəm bura. Başa çatmış olacaq Almaniyaya qarşı. Yəni 20-ci əsrin əvvəllərində Almaniya iqtisadi gücünə görə Avropada İngiltərəni ötüb keçdi və ABŞ-dan sonra dünyada ikinci yerə çıxacaq. İndi izah edəcəyəm. Müstəmləkə siyasəti. Dedi ki, dünya ticarətində və müstəmləkələr uğrunda əsas rəqibi kim idi? Fransa idi. Əsas rəqibi. Yaxın Şərq regionunda isə Rusiya onun rəqibidir. Yaxın Şərq. Yaxın Şərq yəni Şərq ölkələri. Ona görə də İngiltərə Fransa əleyhinə koalisiyada iştirak edərək onun mövqeyini zəiflətməyə çalışır. Söhbət gedir 19-cu əsrdən gedirdi, amma sonralar yavaş-yavaş bu məsələ dəyişəcək. Fransanın isə 19-cu əsrdə apardığı müharibədə məğlub olması İngiltərənin yenə də mövqeyini gücləndirir. Bu da toplumun sualıdır. Eyni bu cümlə. Avropada aparılan müharibədə Fransanın məğlub olması İngiltərənin mövqeyini daha da gücləndirdi, möhkəmləndirmiş oldu. Yenə də ən böyük müstəmləkə sahib olan imperiya İngiltərə idi. Onun gəlirləri içərisində əsas yeri Hindistan tuturdu. Ən zəngin müstəmləkəsi Hindistan idi. Yəni bir Hindistan bir dünyaya bərabər. Düşünün, o formada zəngin bir ərazi idi. Əfqanistan uğrunda müharibəyə girişdi. Rusiya ilə mübarizə aparır ki, Əfqanistan ilə keçirsin, amma burada möhkəmlənə bilmədi. Məğlub oldu və oradan çıxdı. 19-cu əsrin ortalarında Hindistanın işğalı başa çatdırıldı. Neçənci ildə? 1856-cı ildə. Hindistan mövzusunda deyəcəm bu hissəni. Orada Hindistanda deyəcək ki, 1856 Aud knyazlığının tutulması ilə yazıram burada. Aud knyazlığı 1856-cı ildə. Bunun işğalı ilə bütün Hindistanın işğalı başa çatdırılacaq. Çin isə yarım müstəmləkə halına salmışdı. Nəyin nəticəsində? 1842 Nankin sülh müqaviləsi ilə Nankin. Bunu Çində deyəcək. Deyəsiniz, burada yoxdur, qeyd eləyəkmi? Ehtiyac yoxdur. Çin mövzusunda deyəcəm o hissələri. Nankin sülhünə görə Çinin yarım müstəmləkəyə çevrilməsinin başlanğıcı qoyuldu İngiltərə tarixində. İngiltərə üçün xeyirləri idi. Burada yenə də Krım müharibəsinin adını çəkir bizə. Demişdim sizə orada ki, Krım müharibəsinə bağlı məsələ Rusiyada geniş deyəcək. Deməli, 19-cu əsrin ortalarından söhbət gedir. Yaxın Şərqdə Osmanlı dövlətinin ərazi bütövlüyünü müdafiə elədi. Krım müharibəsi 1853-56-da. Krım müharibəsində Rusiya və Osmanlı dövlətləri müharibə apardı. Hətta bu cümləni orada biraz əvvəlki testdə göstərir. Rusiyanın İstanbulu ələ keçirməsi də mane oldu. Kim? İngiltərə. Öz donanmasını göndərdi Osmanlıya köməyə. Və burada məqsədi Osmanlı ərazisindəki mövqeyini gücləndirməyə və həqiqətən buna da nail ola bilmişdi 19-cu əsrin ortalarında. Bunun haqqında Rusiyada ətraflı deyiləcək. İngiltərə iqtisadi ağının genişlənməsi bir sıra müstəmləkələrinə dominion hüququ verir. Dominion nə deməkdir şahirdlər? Özünü idarə hüququ almış müstəmləkə deməkdir. Böyük Britaniya İmperiyasının tərkibində cümlənin eynisini deyirik. İngiltərə kralını dövlət başçısı kimi tanıyan və özünü idarə hüququ almış müstəmləkə. Yəni burada daxilən özünü idarə edir həmin müstəmləkə, amma İngiltərəni rəhbər olaraq, dövlət olaraq və İngiltərə hökmdarını öz kralı olaraq tanıyır. Yəni də İngiltərənin tabeliyindədir. İlk dominion hüququ verdiyi ərazi Kanada idi 1867-ci ildə. Biraz əvvəl 1867-də bir dənə də hadisə demişdik. Birinci parlament islahatı eyni ilə aiddir hər ikisi. Və Kanada İngiltərənin ilk dominionu oldu.
1980-ci illərdə isə, yəni 1880-ci illərdə İngiltərə Misiri işğal etdi. Artıq deyir, İngilis Bur müharibəsi illərini soruşacaq bizdən və nəticəsini soruşur. Bununla diqqətli oluruz məsələ. Burlar nədir? Kimlərdir? Avropadan Cənubi Afrikaya köçüb gəlmiş Avropalıların nəsilləridir. Və onlar yerli Afrikalıların qaynıb qarışmışlar artıq. Müharibənin səbəbi. Şahidlər, toplumda belə bir sual var. Sualda yazır ki, müharibənin səbəbi İngiltərin Cənubi Afrikada işğallara başlamaq istəyi. Bax, işğallara başlamaq ayrı bir şeydir. Müstəmləkələrini genişləndirmək başqa bir şeydir. İşğallara başlamaq o demək ki, sən ilk dəfə başlayırsan bu ərazidə hansı torpaq tutmağa. Amma bunu 19-cu əsrin birinci yarısında başlamışdı. Yeni ərazilər işğal etməyə. Burada isə deyir ki, müstəmləkələrini genişləndirmə siyasəti. O cümləyə diqqət edəcəksiniz. Həmin cümlə, biraz əvvəl dediyim cümlə səhv olacaq. Həmin variantı səhv götürəcəksiniz orada. Deməli, müstəmləkəni genişləndirmə istəyi idi. Nə? İngilis Bur müharibəsinin səbəbi 1899-1902. Burlar da kimlər idi? Avropadan Cənubi Afrikaya köçüb gəlmiş əhalinin nəsilləridir. Davamçılar. Müharibə nəticəsində İngiltərə qalib gəldi və bütün Cənubi Afrikanın işğalını başa çatdırdı. Testin birində yazır, bu ifadəni silir, yazır ki, bütün Afrikanın işğalını. Xeyr, Cənubi Afrikadan söhbət gedir. Və nəticədə işğalını başa çatdırmış oldu 1902-də. 1910-cu ildə isə, 10-cu ildə buradakı əraziləri yığdı bir yerə, Cənubi Afrika İttifaqı altında CAR adı altında adlandırdı və ona da dominion hüququnu verdi 1910-cu ildə. İngiltərənin ikinci dominionu bu idi. Birincisi Kanada'da 1867-də yuxarıda qeyd elədik burada. İkincisi 1910-cu ildə Cənubi Afrika Respublikası ikinci dominion hüququnu alan ölkədir. Antantanın yaranmasına baxırıq. 20-ci əsrin əvvəllərində dünyanı bölüşdürmək uğrunda Almaniya müharibə meydanına çıxdı. Yəni siyasi meydana çıxmış oldu Almaniya. Nəyə görə? Dünyanın yenidən bölüşməsi və yeni ərazidə, yeni müstəmləkə ələ keçirməyə çalışır Almaniya. Bunu biraz əvvəlki hissədə demişdim, qeyd eləmişdim sizə. Və belə olduqda isə bu İngiltərə ilə Almaniya arasındakı münasibətləri kəskinləşdirir, ziddiyyətlər ortaya çıxardı. Almaniya İngiltərənin tək başına hakim olmasına razılaşmaq istəmir. Və deyir ki, mən dünyanın yenidən bölüşdürməsi uğrunda mübarizəyə atılıram. Mənim ərazim azdır. Çünki Almaniya reformasiya mövzusunu yazı salın 16-cı əsrdə. Reformasiya 1555 Augsburg sazişi vardı Almaniyada. Almaniya dini müharibənin sonuncusu. 1618-48 Vestfaliya konqresi var idi, konfransı. Həmin konfransda da Avropada dini müharibə bitmişdi. Almaniya isə siyasi dağınıq halında olması bir daha təsdiqlənirdi orada. Və burada Almaniyada bu dağınıqlıq uzun müddət getmişdi. 19-cu əsrə qədər davam eləmişdi. Almaniya 19-cu əsrin 70-ci illərində birləşdi və bu birləşmədən sonra özünə mövqe qazanmağa çalışır dünyada. İngiltərə və Fransanı ötüb keçməyə çalışır və müstəmləkə ələ keçirməyə çalışır. Burada isə yenə də kimlə qarşılaşacaq, kimlə kəllə-kəlləyə gələcək burada? Təbii ki, İngiltərə ilə üz-üzə gəlmiş olacaq ki, buna görə də İngiltərə Almaniya ilə ziddiyyətlər yarandığına görə öz rəqibi olan Fransa ilə yaxınlaşdı İngiltərə. Fransa ilə İngiltərə nətər rəqibdirlər? 100 illik müharibə 1337-1453. Bu bir. Sonra 7 illik müharibə 1756-63 Kanada Benqaliyanı ələ keçirdi ingilislər. Və bütün bunlar həm də biraz əvvəl yuxarıda saya-saya gəlirdik. Fransa ilə rəqabət aparırdı müstəmləkə uğrunda. Artıq burada iki rəqibi, neçə illər, neçə əsrlərin rəqibi olan İngiltərə, Fransa burada ümumi olaraq Almaniyaya qarşı birləşdilər. Nəticədə Fransa qəbul etdi ki, Misir İngiltərənin tərkibində qalacaq. Yəni Misirdə İngiltərə ağalıq olacaqdı. İngiltərə qəbul etdi ki, Mərakeş Fransanın təsirindədir. Bu iki ərazini bir-birinə güzəşt eləməklə aralarındakı soyuq münasibəti aradan qaldırdılar. 1907-ci ildə isə Fransanın vasitəçiliyi ilə Peterburqda İngiltərə və Rusiya arasında müqavilə imzalandı. Fransanın vasitəçiliyi ilə İngilis-Rus sazişi imzalandı. Bununla da Antanta adlı hərbi təşkilatın yaranması başa çatdı. İngiltərə, Fransa və Rusiya arasında Antanta adlı hərbi siyasi təşkilatın yaranması başa çatmış oldu. Antanta sözünün mənası səmimi saziş deməkdir. Səmimi saziş. Almaniya və onun müttəfiqlərinə qarşı olan hərbi ittifaqdır. Buna qədər şahidlər. Mövzumuz bu İngiltərə
Hindistanla Çini ikisini bir eləyirik. Onlar xırda-xırda ikisini birləşdirərik onu inşallah növbəti dərsimizdə.